Biləsuvarda toy kərvanında ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə dekabrın 27-sində saat təxminən 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb. Fidan Rüstəmovanın idarə etdiyi Lexus markalı mini avtomobili idarəetmədən çıxaraq Milmuğan su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Qəzada ölənlər 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmova olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirlərmiş. Hazırda xəsarət alan 4 nəfərin müalicəsi Biləsuvar rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.